Xoş gördük. Bugünkü təhlilimizdə bilirsiniz, elə bir kosmik senaryonu inceləyəcəyik ki, sanki bir elmi fantastika filminin tam ortasındayıq. Mövzumuz kosmik xilas planıdır. Təsəvvür edin, bütöv bir sivilizasiyanın yox olma təhlükəsi var və onların tək ümidi, bəli, sadəcə ulduzlardan gələn işığa bağlı olan bir texnoloji möcüzədir. Gəlin görək, bu cəzbedici qurtuluş planının arxasında əslində hansı qaranlıq sirlər yatır. Tamam, eləsə birbaşa əsas məsələyə keçək. Özümüzə çox sadə, amma bir o qədər də ağır bir sual verməliyik. Bir planetin xilası doğrudanmı digərinin məhvidir? Yəni, biriləri yaşasın deyə başqaları qurban mı getməlidir? Bu sadəcə belə kənardan fəlsəfi sual kimi səslənə bilər, amma inanın mənə, hekayəmizin tam mərkəzində, necə deyərlər, ölüm-dirim məsələsi olaraq məhz bu dayanır. Birazdan görəcəyik ki, bu hekayədə heç nə, amma heç nə ilk baxışdan göründüyü kimi deyil. Birinci hissə, kosmik xilas planı. Alt başlıq isə sağ qalma mexanikası. Yaxşı, gəlin bu qurtuluş ssenarisinin necə işlədiyinə baxaq. Deməli, vəziyyət belədir. Planet sakinləri üçün artıq bıçaq sümüyə dirənib. Sağ qalmaq üçün onların əlində yalnız 3 mərhələli, riskli bir plan var. Baxın, birinci addım nədir? Kosmosa çox xüsusi bir süni peyk buraxmaq. Yəni, bütün o son ümidləri bu nəhəng texnologiyaya bağlıdır. İkinci addım isə lap fantastikdir. Bu cihaz vasitəsilə həm öz günəşlərindən, həm də ətraf ulduzlardan gələn şüaları toplayıb, ağlasığmaz dərəcədə böyük bir enerjiyə çevirmək. Bəs niyə? Üçüncü addım üçün təbii ki. Bu enerjidən istifadə edərək köçüb yaşaya biləcəkləri tamamilə yeni bir planet tapmaq. Kağız üzərində çox məntiqli və ümidverici səslənir. Elə deyilmi? Amma axı kosmosda tək deyilsən. Keçirik ikinci hissəyə. İki planetin razılaşması, zəruri bir ittifaq. Yəni bu boyda yükün altına tək başına girmə mümkün deyildi axı. Və bu səhnə bizə vəziyyəti çox aydın göstərir. Sakinlər baxırlar ki, tək bacarmayacaqlar, qonşu planetlə oturdular masaya. Müqavilənin ən can alıcı nöqtəsi isə budur. Tam 50-50-yə bölgü. 50% bu tərəfə, 50% o tərəfə. Bir anlıq düşünün də, öz sivilizasiyanızın məhv olmamağı üçün sizə lazım olan ən həyati resursun tən yarısından imtina edirsiniz. Bəs yaxşı, qonşular bu boyda payı qoparmağı necə əsaslandıra bildilər? Bilirsiniz, qonşuların arqumentlərinə baxanda adam deyir ki, hə də, düz deyirlər. Birincisi, deyirlər ki, bu nəhəng qurğunun əsas ləvazimatlarını biz verdik. İkincisi, və bu çox kritikdir, deyirlər ki, əgər sizin planetiniz məhv olsa, kosmik tarazlıq pozulacaq və bu bizim də sonumuzu gətirəcək. Yəni, biz eyni qayğıdayıq. Və üçüncüsü, əgər belə bir şey olsa, bizim də yeni ev tapmağımız üçün o enerjiyə ehtiyacımız var. Çox məntiqli, çox ədalətli, eləmi? Hətta mən deyərdim, çox ideal. Amma yadda saxlayın, bəzən ən qüsursuz məntiq, ən təhlükəli manipulyasiya silahıdır. Üçüncü hissə, inandırıcı yalan. Baxın, əsl gizli məqsəd burada ortaya çıxır. İşlər biraz gəlizləşir. Yəni, bura qədər danışdıqlarımız, o gözəl 50-50 bölgüsü, kosmik qardaşlıq, hamısı sadəcə böyük bir tamaşanın səhnələridir. Təhlilimizin ən sarsıdıcı nöqtəsi məhz bu cümlədə gizlidir. Lakin bu plan, böyük bir məqsədin kiçik bir parçası üçün uydurulmuş, inandırıcı bir yalan idi. Dəhşətdir, elə deyilmi? Bütün o ləvazimat dəstəyi, ortaq tarazlıq nağılları, sən demə hamısının nəhəng bir tələ, böyük bir illüziya imiş. Ortada sadəcə çıxılmaz vəziyyətdə qalan bir xalqın ümidlərini istismar etmək üçün qurulmuş, soyuqqanlı bir yalan var. Dördüncü və son hissə. Gecəyə qalan təhlükə. İndi gəlin görək, bu qədər güvən necə öz əleyhlərinə çevrilir. Nəhayət illər ötür, qurğu kosmosda durmadan işləyir və o gözlənilən nəhəng enerji böyük bir zəfərlə planetə endirilir. İndi bu mənzərəni bir anlıq təsəvvürünüzdə canlandırın. Nəhəng bir meydandır, hava qaralmaq üzrədir, hər iki planetin sakinləri toplaşıb, o razılaşdıqları 50-50-yə bölgü var idi ha, bax indi o enerjini qonşuların qurğusuna köçürməyə başlayırlar. Amma burada çox vacib bir məqam var, enerji o qədər nəhəngdir ki, yarı hissəsinin köçürülməsi belə bütün gecəni düz səhərə qədər çəkəcək. Və hə, təbii ki, qaranlıq düşür, qaranlıq isə bilirsiniz də, məxfi planların həyata keçməsi üçün ən ideal vaxtı. İndi buradakı ziddiyyətə baxın, çox maraqlıdır. Qaranlıq düşəndən sonra iki tərəfin davranışı necə dəyişir? Sol tərəfdə sistemə tam güvənən, hər şey yolundadır, səhərə proses bitəcək deyib sakitcə evlərinə, yataqlarına gedən yerli sakinlər. Sağ tərəfdə isə qonşular. Onlar narahat olmayın, biz burada qalıb prosesə nəzarət edərik bəhanəsi ilə gecəni o böyük enerjinin yanında tək başına keçirirlər. Güvənmək gözəl istir sözsüz. Amma əslində bu sivilizasiyanın ən böyük zəifliyi məhz bu kör-koranə etibar oldu. Və beləcə, bu kosmik hekayənin ən kritik, ən nəfəs kəsici anı ilə baş-başa qalırıq. Bir tərəfdə xilas olduqlarını düşünərək dərin yuxuya gedən yerlilər,
Digər tərəfdə isə öz o məşhur inandırıcı yalanları ilə baş-başa qalan, gecənin qaranlığında planlarını icra edən qonşular. Hər şey bu uzun gecədə həllini tapacaq. O qədər illik ümid, toplanan o boyda enerji, verilən o qədər vədlər. Bəs yaxşı, günəş doğanda geriyə nə qalacaq? Bu doğrudan da üzərində düşünülməli sualdır. Hələlik bizdən bu qədər. Növbəti təhlillərimizdə görüşənədək.